Herkese salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Müğənni Sevdə Yəhyəyeva həyat yoldaşı və qızları ilə birlikdə bağda dincəlib. O Ramazan bayramını bağda qeyd edib. Həmin görüntüləri sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi və fikirlərinizi yazmağı unutmayın. Yeriniz məlum, səmovar çayı dəmləyirik bağda. Bugün hava gözəldir. Bayramımız, Ramazan bayramımız mübarək olsun. Doktor da mənimsə məşğuldur. Stəkanlarını yadımızdadır da belə daş stakanları içinə qoyurduq hər uşaq vaxtı. Bu uzun parıldayır. Bayram mübarək. Çox sağ ol. Yaz mənim ən sevdiyim fəsildir. Çünki hər şey canlanır. Bayramımız mübarək.